Adı qızımın, dadı bizim olan ilk gəzintimizə xoş gəlmisiniz. Balacadır, onsuz da heç nə başa düşmür demədən havanın gözəl olmasından istifadə edərək getdik zooparka. Meymunları görüb hallarını ürəyimiz ağrıyıb getdik keçiləri görək. Burada da qızımız kimi balaca bir keçi tapdıq. Bu qartalın baxışı isə adamı lap ovsunlayırdı. Eliza isə atasının başında heyvanları izləmək əvəzinə adamları tamaşa edirdi. Flamingoları da yaxından görüb, uzaqdan şirin, yaxından isə yaman vahiməli görünən ayının yanına getdik. Sonra da şirləri yaxından görmək üçün lifti ilə yanlarına düşdük. Pəncərədən görsək də yaxından gözlərinin içinə baxmaq belə adamı qorxuya salırdı. Amma çox gözəl idilər. Eşəklə zebranın miksini də görüb yollanırıq akvariuma. Eliza'nın deyəsən ən çox sevdiyi elə bu tısbağalar oldu. Pəncərənin qırağından tısbağaları sığallayıb, daha sonra da krokodili yaxından gördük və qızımızı yatırıb gedirik baş-başa kofe içib günü tamamlamağa. Özünüzə yaxşı baxın. Next videolarda görüşmək üzrə.